Salam dostlar, bu vaxtınız xeyirli, bərəkətli olsun. Bugün asan və tez başa gələn yumşaq ipək kimi bilinç xəmiri hazırlayıram. Hazırladığım yuxalardan bilinç tortu və ətli bilinç üçün istifadə edəcəm. Keçək sıyığın hazırlanma qaydasına. 600 qram unun üzərinə 1 litr süd, 1 stəkan su, 4 ədəd yumurta, 200 qram yağ və qabartma tozu. Qabartma tozunu soda ilə əvəz etmək də olar. Ərzaqları ardıcıl formada ələnmiş unun üzərinə tökərək mikser vasitəsilə qarışdırıram. Bilinçkin xəmirini sıyığı tam hazır etdikdən sonra 1 stəkan südü ayrıca götürüb qaynar halda az-az xəmirin üzərinə əlavə etdim. Bu xəmirin daha incə və yumşaq alınmasına kömək edir. Hazırladığım sıyığı 2 yerə böldüm. Böldüyüm hissələrin birinə şəkər tozu, digərinə isə duz əlavə edib yaxşı-yaxşı qarışdırıram. Şəkər vurduğum xəmirdən bilinçkin tortu üçün yuxalar hazırladım. Duz vurduğum sıyıqdan isə ətli bilinç üçün istifadə edirəm. Bu normadan ümumilikdə 45-47 ədəd yuxa əldə etdim. Qeyd edim ki, tavamın diametri 22 santimetrdir. Çalışın bilinçkin yuxalarını bişirərkən tefal tavadan istifadə edin. Bilinçkin xəmirinin qalınlığı eyni olması üçün hər tava üçün bir çömçə sıyıqdan istifadə etmək lazımdır. Qeyd edim ki, bilinçk tortu üçün yuxalar mütləqdir ki, hər iki üzünü bişirəsiz. Ətli bilinçk eləyən zaman bu sizin zövqünüzə bağlı. Bir üzünü də bişirmək olar, hər iki üzünü də. Mən hər iki üzünü bişirdim. Belə etdikdə bilinçklər də çox dadlı alınır. Budur, gördüyünüz kimi mən bütün yuxaları heç bir çətinlik olmadan bişirib hazırladım. Ümid edirəm ki, bu reseptdən istifadə etsəniz, sizin də bilinçkləriniz çox gözəl və rahat bir şəkildə alınacaqdır. Hələlik, izləyən hər kəsə təşəkkür edirəm.